Azərbaycanda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlərin verilməsi qaydalarında köklü dəyişikliklər qüvvəyə minib. Oxaz xəbər verir ki, yeni qaydalara əsasən bu proses tamamilə rəqəmsallaşdırılaraq kağız daşıyıcılardan imtina edilib. Bundan sonra tibb müəssisələri tərəfindən tərtib edilən xəstəlik vərəqələri birbaşa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə ötürüləcək. Vətəndaşların bu müavinəti almaq hüququ qazanması üçün ən azı 6 ay sosial sığorta stajının olması mütləq şərtdir. Müavinət işçinin xəstələndiyi ilk gündən tam sağalana dək, lakin bir ildən çox olmayan müddət üçün ödəniləcək. Xəstəlik müddətinin ilk 14 təqvim günü üçün müavinət birbaşa işə götürənin vəsait hesabına ödənilir. Əgər xəstəlik 14 gündən çox davam edərsə, yerdə qalan günlərin ödənişi dövlət büdcəsi tərəfindən qarşılanacaq. Fasiləsiz davam edən xəstəlik halları bir neçə bülletin ardıcıl verilərsə, vahid hal kimi qiymətləndirilir və işə götürən 14 günlük ödənişi yalnız bir dəfə edir. Lakin xəstəliklər arasında kəsilmə olarsa, hər dəfə ilk 14 gün işə götürənin öhdəliyində qalır. Müavinətin məbləği işçinin stajından asılı olmayaraq ümumi qazancın 100% miqdarında müəyyən edilib. Hesablama üçün şəxsin xəstələnmə ayından əvvəlki son 4 il ərzində ödənilmiş sosial sığorta haqqları əsas götürülür. Müavinətin aylıq məbləği minimum pensiyanın 25 mislindən artıq ola bilməz. Məbləğ işçinin aylıq vəzifə maaşının 2 qatından çox ola bilməz.